Sən bu dünyadan yalnız 2 metr kəfən aparacaqsan, o da qəbrə kimi. Axirət günü çılpaq, ayaqyalın çıxacaqsan. Heç bir şeyin olmayacaq. Yalnız əməllərindən başqa. Bu dünyada sənə verilən xeyir əməllərdən başqa. İnsan bunu düşünəndən sonra, axirəti düşünəndən sonra, axirətin haqq olduğunu biləndən sonra çalışır ki, xeyir əməllər etsin, xeyirləri açar olsun. Çalışır ki, pis əməllərdən uzaq dursun, pisliklərdən uzaq dursun. Ona görə də insan bu 7 səbəblə, yəni əsas bu 7 səbəb, başqa səbəblər də var. Əsas bu 7 səbəblə çalışmalıdır ki, onun əli ilə, necə ki, Səbit radiyallahu anhu kimi, o xeyirləri açar, şərlərə qıfıl olsun. Belə olduğu halda o Allahın izni ilə xeyrin açarı olacaq. Yoxsa xeyrə qıfıl, şərri açar olar. Allah da bu sonluqdan qorusun. Allah bizi ıslah eləsin. Allah bizi Ramazana yetişdirsin. Bu Ramazandan qabaq bizi tövbə eləməyə müvəffəq eləsin. Və bu Ramazan ayında da edəcəyimiz əməllərimizdən qəbul eləsin. Bizi bura cəm etdiyi kimi Firdos cəmiyyətinə cəm eləsin. Subhanakallahumma hamdika və əşhədu an la ilahe illə ente və estəğfiruka və etûbü ileyk.